Salam, Azad bəylə danışıram. Azad bəy, sizi Alfa Bankdan narahat edirəm və nəzərinizə çatdırıram ki, kreditiniz artıq 20 gündür ki gecikir. Nə vaxt ödəyəcəksiniz? Heç özüm də bilmirəm. Necə müəllim? Deyirəm ki, bu sualın cavabını bilmirəm. Müəllim, kredit götürəndə amma belə demirdiniz. Ödəyəcəm. Bu həftə ödəyərəm. Müəllim, hər dəfə eyni şey eşidirəm, amma heç bir nəticə yoxdur. Elə bilirsiniz, xoşuma gəlir hər dəfə sizə bu sözü demək. Müəllim, o bizim problemimiz deyil, başa düşürsünüz? Yox, səhv deyirsən. Bu hər ikimizin problemidir. Xahiş edirəm, ödəniş bugün olunsun. Mən bilirəm niyə belə deyirsən. Kredit gecikəndə sənin maaşından tuturlar. Bunu bilirsinizsə, ödənişi niyə gecikdirirsiniz? Elə bil divarla danışıramaya. Üzr istəyirəm, necə? Müəllim, sizə görə mənə söz gəlir, başa düşürsünüz? Azad, uşaq oyanar. Onun oyanmağına elə çox var. Oxşayıb, oxşamışına. Sevin də. Nəyə sevinim? Dədəsi kimi olmağına. Qonşuya yox, atasına oxşamağına. Git bəsər. Ana. Baxın bir dənə gözvə, deyən. Çıxdı. Hə, keçdi. Sənə oxşamayıb, mənə oxşayıb. Allah, sən çox şükür. Günay qızım, gəl əl üzünü yox, gəl yemək yeməyə. Sabahın xeyr, anasının balası. Yeməyə nə var? Yemək. Başladı da yenə. Bura sənin üçün dədənin restoranı deyil. Vay dədəm, vay. Kreditlərimizi ödəyək. Atan sənin üçün lap şadlıq sarayda açar. Düzdür atası? Ata təzə restoran açırsan? Düz deyirsən. Heç gülməli deyil. Telefonun kreditinin vaxtı yaxınlaşır. Necə ödəyəcəksən qəhrəman ata? Birisi gündə Əjdər dayı toya çağırıb. Bizim toyumuza 500 manat pul atmışdı. İndi də oğluna eləyir. Hə, ayın 15-i də televizorun... Sən də manikurundan geriyə qalma. Neyinyə? Özümüzə baxmayaq. Yaxşı da, biz də ödəyərik, nə olub? Bilirəm. Həmişə belə eləyirsən. Atam səni çağırır. Xeyr ola. Xeyirdir inşallah. Demişəm işsizsən. Dedi gəlsin yanıma. Sən özün bilirsən, o ilə mənki tutmaz. Səninki kimdən tutur ki? Sənlə. Dəli, mən başqa şey deyirəm.
Elə mən də başqa şey deyirəm. Deyəsən yadımızdan çıxıb ki, mən də buradayım. Doğrudan sən niyə bizim söhbətlərə qulaq asırsan? Hə? Bəs neyniyim? Yeməyi yedin, çayını içdin. Get sən dərsi oxu, bizə baş qoşma. Günay, dünən axşam ev tapşırıqlarını eləyib qurtardın? Belə də, biraz. Ay qız, biraz nədir? Get hamısını bitir. Xalqın qızları gecə-gündüz dərs oxuyur. Xalqın qızında iPad olur, məndə heç o da yoxdur. Vay, vay, vay. Balaca xanımın danışığına bax. Ay qız, dur get dərsləri elə. Mənə pul verəcəksiniz? Sən pulu neynirsən qızım? Keçən dəfə dönərə pul çatmadı deyə Samirədən borc aldım. Tut bu 2 manatı. Sonra qaytararsan. Mən bugünə söz vermişəm. Başa düşmədim, bu nə danışırdı? Ay balam, dönər neçədir ki, 1-2 manatdır da. Ata, o imkanlı qızdır, istəmirəm mənə yazğı gəlsin. Özdə dönərdə 3 manatdır. Samirəni tanımırsan, yaxşı qızdır. Heç məndən o pulu da istəməyəcək, amma bilirəm ki, mənə yazğı gələcək. Al bu 3 manatı. Bundan sonra heç yerdə yemək yemə. Gəl evə bax, ana nə bişirdisə, nə oldusa, otur evdə yeməyini ye. Yaxşı? Bir də ki qızım, bax, bu dediyin Samirə əgər sən əsl dostdusa, sənə heç vaxt yazığı gəlməməlidir. İşte əgər dediyin kimi mərddirsə. Onsuz da o bilir ki, sən kasıb ailənin qızısan. Amma sənə yazığı gəldiyi üçün səninlə dostluq edirsə, ondan sənə dost çıxmaz. Qızım, yadda saxla. Nə mən atan, nə anan heç kimin yanında baş əyməmişik. Sən də belə olmalısan. Yaxşı qızım. Hə. Ağıllı balam. Yeməyini yedin, çayını içdin, amma dərslərini eləmədin. Yaxşı, gedindi dərsini elə. Yaxşı. Bir dənə də çay içirsən? Olar. Çayı da iç, get atamın yanına. Sən nə istəyirsən məndən? Əl çəkmirsən də məndən. Niyə başa düşmək istəmirsən? Mən o yekəxana atanla yola getmirəm. Mən o insanla işləyə bilmərəm. O indi bizə kömək eləmək istəyir. Nə olar, qulaq as mənə. Ged onun restoranına. Müvəqqəti işlək ki, kreditlərimizi ödəyə bilək. Ay Arzu, mənə nə təklif eləyəcəyi? Afisant? Nədir? Afisantlar adam deyil. Mən nə deyirəm, sən nə deyirsən? Onda qarnaqsın də bilək. Arzu. Mənlə belə danışma. Rəis, keçmişin yadıma düşdü. Nə oldu be, səbə pul gətirəndə mənlə belə danışmırdın? Söhbəti niyə fırladırsan? Donuz. Neyniyək? Hər şeyimizi sataq? Bəs deyirdin məni şəxzadələr kimi yaşadacaqsan. Nə oldu? Zadniyə atırsan dost. Gözlərimin içinə bax Mərdanov. Mən həmişə səni başa düşmüşəm. Bir dəfə də olsa mənə qulaq as. Bizə bu saat pul lazımdır, başa düşürsən?
Bu nə qədər belə davam eləyəcək? İş tapana kadar. İnan, her şey düzelir. Bu da düzelecek. Yalvarım sənə. Diyen. Siz benim dünyamsınız. Senden bir de kızımdan başka hiç kimim yoktu. Ben size göre her şey eləyərəm. Bax, mən indi neyinim? Özün bilirsən ki, atanla yola getmirəm. Məktəbdə mühafizə rəisi işləmişəm. Camaat mənə hörmət edirdi, müəllim deyirdi. Mənim içəri girməyim mənim həyatımı alt üst elədi. Bax, indi mən bu vəziyyətdəyəm. İndi sən istəyirsən o özündən razı atanın əlaltı işləyim mən. Sən bunu istəyirsən. Bircə məni başa düş. Dərslərimi elədim. Heç olmasa buna görə elə. Salam, xoş gəlmisiniz müəllim. Məni Oktay müəllim gözləyir. Aha, bir dəqiqə. Sən kimə gəlirsən, hə? Düdük, hə? Oktay müəllim, mən... Kəs səsini! Tulanın biri tula. Hələ danışmağa dili də var bunun. Oktay müəllim, sizin yanınıza gələn var. Denən gözləsin, çağıracam indi. Nə deyir? Qardaş, pis vaxta gəlmisən. Müəllim əsəbidir, səhərdən hamımızı pazlayır. Oğlan var, Cavit, uzun boy. O təzə işçidir, lomdur. Ona görə hamımız pazlanırıq. Görən maraqlı deyil. Mən getdim, lazım olsam çağırarsınız. Burada harada siqaret çəkmək olar? Qardaşım, müəllimin ən zığı gələn şeydir. Onun qorxusundan biz çöldə o tərəfdə çəkirik siqareti. Bu işdə işləməyə məcbursan. Əlbəttə. İndi iş tapmaq çətindir axı. Əlindən başqa iş gəlmir. Bəs sən niyə buradasan? Mən də gəlmişəm. İş danışım. Əlindən başqa iş gəlmir? Çətin olacaq.
bir də səni səhlənkarlıq elədiyini görsəm, it kimi qovacam səni buradan. Eşitdin? De cəhənnəm ol buradan. Get gözüm görməsin səni. Avaranın biri avara. Azad. Gel görün bura. Əyləş. İşini soruşmayacağım. Çünkü vəziyyətinizi bilirəm. Nə də? Nə olub? Nə mısmırını sallamsan? Arzu xahiş elədi, mən də gəldim. Buyur. Arzu? Arzu mənim ürəyimin bir parçasıdır. Özdə görürəm, Arzu səni yaman çox istəyir ha. Eşitdim, iş tapa bilmirsən. Mən də istəmirəm ki, qızım pis vəziyyətdə qalsın. Həm də ki, qohuma nə gün də lazımdır, ha? Yaxşı, gəl belə danışaq. Onsuz da əvvəlcədən də mənim səndən xoşum gəlmirdi. Elə indi də səndən ötürü mən ölmürəm. Bilirsən də bunu. Başa düşürəm. Sən də məndən ötürü ölmürsən. Amma sənin o gic-gic, avara işlərin bizim hamımızı bezdirib. Bax, bu deyib buradasan. Nə də? Nə tərs-tərs baxırsan ha mənə? Ha? Sənə nə deyirəmsə, ona da qulaq asacaqsan. Eşitdin? Lap belə səhv də desəm, yenə qulaq asacaqsan. İndi mənə qulaq as. İnsan həyatda bir dəfə səhv eləyir. Sonra ağıllanır. Mənim dediklərim sənin xətrinə dəyməsin ha. İndiki halda sənə nə desəm, onu eşitməyə sən məcbursan. Mən istəmirəm qızım pis vəziyyətdə qalsın. Mən Arzudan ötürü həyatda nə lazımsa hamısını eləmişəm. Gördüyün kimi gözəl tərbiyəsi, ağlı, kamalı, hər şeyin yerini bilən, məclislərdə bəziləri kimi ağzına gələni danışan deyil. Amma necə oldusa, o qədər insanların içində gəldi, səni kimisini seçdi. Elə o vaxtdan da keçmişik sənin pazına. Məni alçalmağa çağırmısan bura. Dicləmə. Mən sizə kömək eləmək istəyirəm. Başa düşdün? Kömək eləyən adam qıcıq vermədən danışar. Düz demirəm, Oqtay müəllim. Sən niyə bunu qıcıq kimi başa düşürsən? Sən bunu məsləhət kimi qəbul elə, Azad müəllim. Oturandan bəri heç bir məsləhət görmədim. Elə qınıyırsan, bir də minnət vurursan. Minnət özdə. Ey Azad. Nəysə. Keçək əsas məsələyə. Qulaq as. Mənə ofisiant lazımdır. Sən də ki, maşallah, div kimisən. Amma bir şərtim var. Mən nə desəm, onu da eləyəcəksən. Heç kimə cavab qaytarmırsan, heç kimə qarşıda kobudluq eləmirsən. Bura sənin üçün məktəb deyil. Burada uşaq yoxdur. Burada ciddi qonaqlar var. Eşidirsən məni? Ay sağ ol. Deməli, biz bir-birimizi başa düşdük. Bayaqdan elə danışırsan ki, güya mən heç Arzuya hörmət eləmirəm. Elə tutuzdurursan, mənim qızım elə, mənim qızım belə. Mən onun zərrə bir xahişinə görə sənin kimisinin ayağına gəlmişəm ya. Mənim kimisini? Hə, sənin kimisinin. Hə? Düdük. Sən özünü nə hesab edirsən, hə? Hə? Kimsən ha sən? Hə? O vaxtlarda elə gətirdi ki, Arzu sana vuruldu. Mən də dedim ki, cəhənnəm. Yenə əlində işi var. Heç olmazsa bizə yük olmaz. Düzdür.
məktəbdə təhlükəsizlik xidmətinin rəisi elə bir işdir. Amma baxma da yenə avaraçılıqdan yaxşıdır. Sonra nə oldu? Sən demə, sən apaçsan ha? Ha? Öz müdürünü, məktəbin direktorunu təpiyinin altına salıb şikəst elədin. Getdin 5 il türmədə yətdin. Ha? Nə oldu? Əla. Ağsaqqal adamsan. Mənə hörmət eləmirsən, heç olmasa özünə hörmət elə. Bu qədər söz danışdın. Amma biri ilə razıyam. Nə mənim səndən xoşum gəlir, nə də sənin məndən. Bizim söhbətimiz baş tutmadı. Yaxşısı odur ki, mən gedim, Arzuya da deyərəm ki... Hə, oturduğun yerdə. Arzuda pox yirsən də. Mən nə deyirəmsə o da olacaq. Eşitdin? Kimsən sən? Elə yaxşı deyiblər ki, kimin əvvəli, kimin axırı. Başa düşdünsə məni? Onsuz da gedib, hardasa sülənib genə qaydacaqsan mənim üstümə. Gicbəsərin biri, gicbəsər. Sən özünü nə hesab edirsən, ha? Sən özünü nə hesab edirsən, ha? Düdüş, ha? Oğrunun biri oğru. Tulanın biri tulla. Sənin kimilərini mən çox görmüşəm. Axmağın biri axmaq. Yetimçə. Dindon uşağı. Yetimçə. Cəhənnəm olurlar. Axmağın biri axmaq. Ağaranın biri ağara. İndi mən səni başa salaram. Kimsən sən? Kimsən axı sən? Ha? Özünü nə hesab edirsən, sən? Tulanın biri tula. Yetimçə. Kömək Bağışla Arzu. Oğul. Asta ol ha, asta ol. Ha, tanımadın beni. Merdanov, sensen. Mənim də Vüqar Abdullayev. Tankist. Ay Vüqar, qardaşım, necəsən? Haralardaydın, nəsən? Sən heç ondan qoşqa topu bilmirəm də. Qırdın sümüklərimi. Sən kimi oğraşıb bu da azdır. Hardasan, yekə adamsınız. Niyə itirib axtarmırsınız? Mən əskərlikdən sonra qayıtım var oynayırım. 5 ildir buradayım. Amma səni axtardım, inan. Yalan danışma. Valla darıxmışam sənin üçün. İnan sən Vüqar, son neçə vaxtda ilk xoş gördüyüm adam sənsən. Əgərləri mən sənin xoş xəbərinəmsə, onda görsən nə gündəsən. Demə. Gel oturaq bir yerdə, oradan buradan söhbət eləyək. Gedək bura, gedək qardaşım. Burada bir dənə çayxana var. Ada çayxana nə edirsən? Hadi görüm nə içirsən? Çay. Çay nə ola, iki kişisən, bura gəmsən çay içməyə. Çay içim də mən. Nədir məsləhət? Qardaşım, mənə bir 50 viski, qardaşıma da çay. Danış görüm ha, nə var nə yox. Hara yoxa çıxdın əskərlikdən sonra? Mənə bax, boynuma yıxma, söz özünüz itməsiz. Biz deyəndə ki... Tağıyev, Molla, Dima, Qoca, Radar, hansını deyim? Tağıyev vəzifədədir, adam saymır. Dima 2 il bundan qabaq Pirdozdan getdi, Allah rəhmət eləsin. Molla Türkiyədədir, ondan heç xəbərim yoxdur. Radarı xərçəng yapardı, qocadakı qardaşdır. Nə pis oldu, yaxşı uşaqlar idi. Qocanı da belə başa düşürəm ki, tez-tez görürsən, ha? Neyini cavanlaşıb eləyib, elə uşaqlardan qoca idi ya. O vaxtandan qoca ilə oturub dururuq, axşam da bizə gələcək. Ona görə də deyirəm ki, Azad, sən yoxa çıxmısan, sən. Nə oluyor, elə hər şeydə günahkar mənəm. Dəsmal verim sənə. Bir dəqiqə deyən, mənim zarafatlarımı özümə qaytarma. Sağ olun. İç biraz, iç. Limon da at. Azad, sən çox dəyişmişsən. Çaydan da gördüm. Deyəsən, həyat səni babat götbaş eləyib, ha? Həyatlıq bir şey yoxdur.
Hər şey insanın özündən asılıdır. Kim neynirsə, özünü eləyir. Yaxşı, bir görüm. Sən də subaysan? Yox, evliyəm. Bir qızım var. Ay maşallah olsun. Allah saxlasın. Yoxdursa başıma gəlsin. Sağ ol. Səndə necədir vəziyyət? Məndə heç nə. Necə yəni heç nə? Tamamilə heç nə. Yəni heç nəyin heç nəyi. Tamamilə heç nəyin heç nəyi. Problemin var. Ana yox, nə problem? Yox qaqaş, problem zat yoxdur. Bəs niyə evlənmirsən? Nəysə. Yaxşı uşaq idi. Radar. Yaxşı uşaq idi. Bircə düzəməlli danışa bilmirdi. Apelsina abezdirin deyirdi. O bir də komandirin iti nə idi? Doberman. Doberman ha. Doberman da Bodurman deyirdi. Aptekə də açbek deyirdi. Açbek sözü. Açbek. Heyf ondan, Allah rəhmət eləsin. Yaxşı vaxtlar idi. Çox. Darıxmışıq sənin üçün Azad. Darıxmışıq deyəndə kimi deyirsən? Bayaq dedim axı, almadın məni. Qiymətli dedin ki, biz də alaq. Qoca ilə bir yerdə işləyirik. Axşam babat mıxlayacaq. Sən də gəl qoşul bizə. Qoca ilə bir yerdəsən. Bir yerdən deyəndə ki, mıxlayacaq bir yerdə. Deyirəm ki, ona görə evlənmirsən, hə? Bax, gülüb danışırıq. Amma inan mənə ki, içim partlayır. Niyə? Bir dəqiqə yiyib içmək havasında deyiləm mən. Biraz problemlərim var, özüm də iş axtarıram. Ona görə də baş qarışıqdır. Başa düşmədim. Bir dənə Prius götür sürdü. Yox, maşın sürməkdən zəhləm gedir, sürücülük vəsiqəm də yoxdur. Oyda, sən nə gündəsən, nə bədbaxt gündəsən. Bayaqları bir dənə Prius gördüm. Üstündə yazılmışdı ki, özünü apara bilmirsənsə, otur mən səni aparam. Qəşəng, qəşəng. Azad, işsizsənsə narahat olma. Gəlib bizim profilaktorda işləyərsən. İş sənin eşşəyin. Mən heç kimə yük olmaq istəmirəm. Bayaq da qaynatamın yanından gəlirəm, obyektində idim. Güya mənə kişinin oğlu iş təklif edir. Afisant. Ağzına gələni də danışdı, giclədi, nəmməli bir mövzulara keçdi, alçaltdı elədi. Mən də özüm bilirsən də mənim xasiyyətimi. Özümü saxlaya bilmədim, vurdum, mundar elədim kişini. Oyda. Polisə şikayət eləməyəcək. Ondan hər şey gözləmək olar. Görürəm, vaxtında qonmuşam həyatına. Qalanı mənlikdir. Mənim qardaşım Möhləti tanıyırdın, Mişanı. Mişa. Yox, yadımdadır. Gəl yaxşı, qardaşın sənə qulluq eləsin. Babat mövzularımız var. Gələm bunu qoy cibə. Ay kişi, bu nədir? Tut bunu. Yo. Axşam taksi ilə gələrsən. Elə şey eləmə. Sənin yerin yoxdur, eləmə. Bir dəqiqə dayan da. Ayıb da, demirsən. Qoy bunu cibə. Qoy cibə. Axşam minərsən taksiyə, gələrsən bizə. Ünvanı sənə mesajla göndərəcəm. Amma bir şərtim var. Bax, əlimə pul keçən kimi bunu qaytarıram. Mütləq qaytar. Yadımdan çıxmasın. Vur. Yox, onu axşam eləyə. İndi çay içim. Bax dedin ha. Danışdıq yaram da. Salam qızım. Salam. Necəsən? Günay, get otağıma. Nə üzlə bu evə gəlmisən? Elə bil ki, mən də bu evdə yaşayıram. Niyə həmişə hər şeyi pozursan, hə? Arzu. Heç toxunma mənə.
Arzu? Arzu ölsün! Ne istiyorsan benden ha? Ne istiyorsan bizden? Niye hemşe her şeyi bozursan? Niye? Ha? Ha? Diyesen türme için darıxmısan ha? Gözlerimin içine bak deyirəm sana. Gözlerimin içine bak! Niye böyle elədin? Ha? Niye adamı döydün? Niye? Cevap ver mənədən, cevap ver! Günah məndə deyil idi. Yalan danışma! Sen hemşe yalan deyirsən! Bəsni məni anlattın! Axı niye? Niye adamı vurdun? Çünki axmaq danışırdı, ağzına gələni dedi, mən də... Özünü hesap eləyirsən ha? Sen kimsən axı ha? Bir dəfə də olsa bizi düşün də həmişə özünü düşünürsən. Məsuliyyətsiz eşşək! Ha? Nədir? Vur, vur, vur öldür bizi! Vur canım sarsın, vur, vur, vur beni! Niye? Niye? Zeylem gedir senden, zeylem gedir! Sən məndən nə istəyirsən, hə? Məni başqa cür görmək istəyirsən, hə? Onun bunun dalını yalayan oğraşlar kimi görmək istəyirsən, hə? Yox, sən bunu görməyəcəksən. Bunu heç bir biz görməyəcəksiniz. Ac olaram, amma kişiliyimi itirmərəm. Bax, bunu yadda saxla. Kişi? Acıdan da kişi olar. Narahat ol, sana bildiyin imkanların da hər biri kişi deyil. İmkan başqa, kişiliyi başqa. Ağır xəstə olsaydım neyin yerdin, hə? Yaxşı da, bəsdir. Gic danışma. Gedib hamıdan pul dinləyəcəydin, hə? Ailəsini saxlaya bilməyən özünə necə kişi deyə bilər? Arzu, müvəqqəti çətinlik də, birtəhər dözməliyik. Nə qədər biz səninlə bu mövzuya qaydaq. Bu günləri səhər bunu danışmışıq. Dədən kimlərə möhtac olmayaq. Arzu, xahiş edirəm, bəsdir. Sən türmədə olanda o bizim ipotekamızı ödürdü. Qəpiyinə kimi qaytaracam. O barədə narahat olma. Qəpiyinə kimi. Atam beni hiç vaxt ağlatmazdı. Ama senden her gün ağlıyorum. Geçmiş günlerimi yada salıp ağlıyorum. Seni sevdiğim günleri yada salıp ağlıyorum. Ben azadımı istəyirəm. Eşidirsən? Qaytar mənim əlimi. Arzu buradayam da, Arzu bəsdir də, buradayam mən. Yok, sen o değilsen. Eşidirsən? Sen o değilsen. Sen o değilsen. Qaytar mənim əlimi. Eşidirsən? Qaytar mənim əlimi. Sen o değilsen. Arzu, sakit ol, özbəli ol. Xahiş edirəm, biraz dözmək lazımdır. Sən axı bilirsən, səndən başqa heç kim yoxdur mənim. Bax, sən məndən istədiyin kimi mən də səndən istəyirəm. Heç olmasa günaha görə biraz dözməliyik. Yalvarım sənə. Hər şey yaxşı olacaq, çox az qalıb, biraz da dözək. Nə olar Arzu, mənə inan. Çox az qalıb, çox az. Biraz da dözək, hər şey yaxşı olacaq. Sən mənə dediyin kimi, bax, mən də sənə deyirəm. Balamıza görə dözməliyik. Yaxşı? Yaxşı, sakit ol. Günay. Kızım, ne oldu? Günay kızım, ne olup sana? Ne oldu? Günay. Kızım. Ne olup sana? Kızım, ne olup sana? Dalaşmayın, nə olar.
Salam. Mişa, Ha, qoca gəlib. içəridədir. Mişa bala, necəsən? Qurban olaram Sağ sənə. ol nənə. Nəsə lazımdır? Yox oğlum, çox sağ ol. Hı. Qoca, ay qoca. Ay qoca. Nə var ala? Bilirsən kimi gördüm? Uzatma, sözünü Tərəkəməni? Məzələnmə. Özüm ölüm. Demişəm, axşam gələcək bura. Akşam onda babat yiyib içmək var ki. Ayıbdır. Kimdir ki bu tələkəmə? Kimdir ki bu Vüqar? Əskəri yoldaşım. O biri də Kərim, qoca deyirik ona. Yaxşı uşaqlardır. Onları da döyəcəksən? Hələ bilmirəm. Sənə deyirəm ki, yaxşı uşaqlardır. Mənə kömək eləmək istəyirlər. Hər şey əvvəli kimi olacaq. Bəs edə Arzu. 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 İnan mənə. Bilmirəm. 5 il sənsiz yaşamışam. Yəqin ki, bundan sonra da yaşayaram. Dözməlisən. Dözməliyik. Necə ki, mən sizinkilərə dözmüşəm. Həmçində sən dözməlisən. Əlbəttə. Həmişəki kimi. Yazıq. Hamı günahkardır. Sən isə yazıq. Nələr çəkmirsən bizim əlimizdən. Can, günahsız mələk kimi enmisən təpəmizə. Yaxşı eləmisən. Hı? İndi nə deyəcəksən? Düz deyirsən Arzu, düz deyirsən. Sizinkilər də məni görəndə birinci dəfə təpələri çöndü. Yadındadır, dəfələrcə gəldim sizə. Nə dedi atan? Hə? Yadındadır? Neynirsən o məktəbdə işləyən acın birisini? Acından gün orta durur o. Yetimin birisidir. Yetimçə. O hara, biz hara, rədd elə getsin. Amma mən səndən əl çəkmədim ha. Arzu bilirsən niyə? Çünki mən sənin atanın nə evi, nə maşını, nə restoranı, nə pulu, heç nə lazım deyildi. Bircə səndən başqa. Axıra qədər gəldim dalınca, əl çəkmədim. Nə qədər alçatsa da məni, qapınızda dayandım. Nə qədər məni qovsa da, yenə də qayıtdım. Hətta o biri də var deyə, o qapıda dayanırdı ya. Sən istəyirdi, nəsə o imkanlı oğlan, qaqaş. BMW-si də var deyə, ay Allah. Neydi onun adı? Emil. Onu da yola saldım. Mən daha nələri görmədim. Hamısı da sənə görə. Başıma vurmuram ha. Çünki mənə sən lazım idin. Sənin mənə olan sevgin lazım idi. Hanı o sevgi? Deyirəm də, sən ancaq bunu bacarırsan. Səni gərək ringə buraxasan. Özün kimilərinin boğuşasan. Başqa heç nə əlindən gəlmir. Yaxşı, bəs mən evə pul gətirəndə niyə belə demirdin?
Axmaq idim sən kimi. İnanırdım ki, həyatı mənə şans verəcək. Sən nə istəyirsən? Arzu ayağa özüm qalxdım. İpotekaya ev götürdük. Heç nəyə ehtiyacımız yox idi, heç kimə ehtiyacımız yox idi. Həyatdır da, kim deyə bilər ki 5 dəqiqədən sonra başımıza nə iş gələcək? İçəri girdim. Bunu istəməzdim. Amma belə alındı. Həyatım dəyişdi Arzu. İndi nə istəyirsən məndən? Biz buyuq. Bir dənə iş tapmıram deyə. Biz buyuq Arzu. Niyə bəs biz? Qalmışıq belə. Aybola, sən məqsədin nədir? Ayrılmaq istəyirsən məndən? Denən sən, mən də işimi bilim də, ayrılmaq istəyirsən məndən? Səndən söz soruşuram, ayrılmaq istəyirsən məndən? Qışqırma, uşaq oyanacaq. Görürsən ki, bax əlimdən gələn hər şey eləyirəm. Hara gedirəm, işə götürmürlər. Neynim vurum, öldürüm özümü. Yoxsa gedim oğurluq eləyim, bir də gedim girim içəri. Halal pulumu qazanmaq istəyirəm. Hara gedirəm, deyirəm ki, bir iş təklif edirəm də. Baba, bu işi bacarıram, bunu bacarmıram. Amma bunu bacarıram. Onu bacarmıram, bunu bacarıram. Amma indi hal-hazırda elə vəziyyətdir ki, hara gedirəm, niyə hər şey eləyə bilirəm sanki. Yenə də deyirlər, yer yoxdur. Baxırlar sənədlərimə, bilirsən də nə yazılıb? Yer yoxdur, məhkum. Keçmiş məhkum. Problem elə ondadır ki, sən heç nə eləmirsən. Deməli, boşanmaq istəyirsən. Hə, eşidirəm. Ay kişi, harda qaldın? Gəlirsən, gəlmirsən? Hə, evdə bir balaca işlərim var da, çıxıram indi. Davay, gözləyirik. Azad, sənə vacib sözüm var. Vacib olsaydı, əvvəlcə niyə demirdin? Həyatdır da, hərəni bir cür sıxır. Hər şey insanları bu da azdır. Elə bil əlində olanları detirməkdən qorxmurlar. Özdə ən etibar elədiyin insan səni başa düşmür. Düzdür, onsuz havan çatmır, amma yanında olanda da səni nəfəsini kəsməyə çalışır. Bu nə deməkdir belə? Maraqlıdır, axı niyə belə olmalıdır? Görəsən nə vaxtsa bu suallara cavab tapacağam. Elə adamı da yandıran budur. Səni eşidən yoxdur. Təksən. Elə bir getdikcə yoxa çıxırsan. Mənə deyir ki, nakladka giydirmədi. Dedim Allah. Gəldim. Günah özündədir də. Nə söz verirsən? Oo, Azad, gəl. Olar. Keç içəri. Biz də təzə oturmuşuq. Qoca, üz verməli adam varsa, o da tərəkəmədir. Keç qaqaşım. Oo, Azad müəllim, sən hara, bura hara, xoş gördük. Kərim. Vüqar dedi, sözün açığı bir balaca inanmadım. Gör neçə il keçib, ay brat. Əsas odur ki, gəldim, görüşdük, darıxmışdım sizin üçün. Elə biz də. Can, ay brat, can.
Tanış ol Azad. Kiçik qardaşım Möhlət. Mişa deyirik. Şad oldum Mişa. Mişa deməyə tələsmə. Yaxşı, möhlət. Xoşuma gəldi. Hələ bu arasıdır. Hər şey qabaqdadır. Keç otur bu tərəfdən Azad. Sən qonaqsan. Hardasan ata? Nə alım sizə? Heç nə lazım deyil. Tez gəl. Gəlirəm qızım. Yaxşı. Danış görək Voronejdən sonra nə inadın? Qayıtdım Bakıya. İnstitutdan kəsildim. Sonra bir-iki yerdə işlərim alınmadı. Sonra isə bir tanış var idi. Tikintidə prorab idi. Onun yanına işə düzəldim. Sonra oradan da çıxdım. Axırda da məktəbə düzəldim. Maşallah olsun. Özü deyəsən tapmamısan. Sağ olun. Deməli sən müəllim də işləmirsən? Diplomsuz nə müəllim ay kişi? Başa düşmədim. Müəllim işləməmişsən, sonunda zavxoz? Yox, zavxozda dostum işləyib. Mən mühafizə rəis idim. Can rəis, Mişa süz. Bunu qeyd eləmək lazımdır. Neçə il işlədin məktəbdə? 4 ildən biraz çox. Məktəbdə qəşəng qızlar var idi. Mişa, biraz çox oldu axı deyəsən. Yox, problem yoxdur. Mən onsuz da ailəliyəm. Belə şeylərə fikir vermirəm. Oldu ailəli. O başqa, bu başqa. Yox, elə şey mənlik deyil. Voronejdəki qızlar deyəsən yanından çıxıb. Yox, cavanlıqdır da, onu hamı eləyib. Amma o başqa, ailə başqa. Götürün vuraq. Sağ olun. Başa düşmədim, siz ailə qurmamısınız. Nəyimizə lazımdır? Necə yəni evə lazımdır? Ailə qurursan, xanımın olur, uşaqların olur. Əsas məsələ nədir? Uşaq. Mən də uşaq istəmirəm. Ona görə də evlənməyin mənası yoxdur. Yox, tək o deyil axı. Bir xanımla münasibət qurursan, istəyirsən həmişə yanında olsun, evə gətirirsən, uşaqların anası olur, sənin qayğına qalır, sən onun qayğısına qalırsan. Azad, lap kövrətdi nə məni? Mənə də ağlamaq tutdu. Məzələmin, siz hamınız eyni fikirdəsiz? Bir dənə sən başqasan. Yox, Mişa, üzr istəyirəm, möhlət. Bu uşaqlar əvvəllər belə deyil idi. Bax Vüqar, məsələn sən. Sən deyil idin deyən. O bir qız var idi, adı nə idi? Tanya. Qəşəng qız idi. Deyirdin ki, mən onu alacam, o ilə ailə quracam. Və deyirdin ondan yoxdur. Düz dedin. Ondan yoxdur. Tapsam, fikirləşərəm. Xoşun gəlir belə həyatdan? Nə eşitmək istəyirsən? Düzünü. Mən onsuz da öyrəşmişəm. Nəyə? Dərd çəkməyə? Mən xoşbəxtəm. Nəysə mən bunu görmürəm. Bu həyatı mən yaşayıram, sən yox. Qulaq as. O burdar. Onsuz da bugün elədiyin elədi. Sənə indi nə lazımdır, hə? Niyə səni vurdu? Hər niyə? O haranın tulasıdır ki, mən əl qaldırır. Yəni sizə görə mən polisə şikayət eləmirəm. Bunu biləsən. Azad elə belə adamı vurmaz. Nədir? Yəni mən günahkaram? Yox, mən orada olmamışam. Sən də gah belə deyirsən, gah elə deyirsən. Nə dedin ki o coşdu, hə? Nə varsa onu. Dedim ki,
Mənə qulaq asacaqsan. Vəssalam. Başa düşdüm. Yox. Sən heç nəyi başa düşməmsən. Mənə qulaq as qızım. O axmaq adamdır. Valla bir gün sizi bədbəxt eləyəcək o. Buna son qoy. Gəlim sənə yük olum. Yox. Sən mənə yük olmayacaqsan. Çünki sən mənim qızımsan. Bir də ki, tək yaşamaq da bir şey deyil. Bilirsən ki, anamdan sonra mən tək yaşayıram. İndi isə istəyirəm ki, sən də, nəvəm də gözümün qabağında olasız. Uşaq vaxtı anamla səni heç görmürdük. Bura bax, sən də rəhmətli anan kimi başlama da. Kefə getmirdim ki. Mən sizə görə gedib xaricdə sülənirdim. Nə var, nə var. Sizə bir tikə çörək gətirim. Hər şeyi pul örtmür. Ara bir adam istəyir ki, ən çox sevdiyin adam onun yanında olsun. 1000 dəfə sənə demişəm ki, mən sizə görə əziyyət çəkirdim. Güya gələndə evdə tapılırdın. Yenə qaçırdın dostlarının yanına. Bizə də icazə vermirdin bayıra çıxmağa. Anam gizlincə mağazaya qaçırdı. Tez evə qayıdırdı. Sən bunu biləndə tutub döyürdün onu. Amma Azad bir dəfə də olsun mənə əl qaldırmayıb. Sən əl qaldırmayıbsa, o demək deyil ki, mələkdir. Amma anam mələk idi. Hər şeydə bir xeyir var. Düz deyirsən, mən ona inanıram. Bu həyatda nə olursa hər şey yaxşılığa doğru olur. Bu saat. 5 il türmədə yatdın. Nə xeyir oldu sənə? Ona görə də kişi indi qabağımızda oturub. Sağ ol. Sağ ol. Yoxsa indi də gecə simində Məhdədə oturmuşdu. Bəzi şeylərdə xeyri var, düzdür. Amma ziyanımıza olan hadisələr də var. Həyatda elə şeylər olur ki, baxırsan ki, sən ziyanlı işləyir. Amma sonra görürsən ki, yox. Əl-əl olmağı məsləhət imiş. Hər şeydə bir xeyir olur. O necə olur? Bir rəvayət danışım sizə. Günlərin bir günü şah öz vəziri ilə bir dəstəni götürüb gedirlər ova. İndi elə alınır ki, ayı şahın barmağını dişləyib qopardır. Və vəzir deyir ki, hər bir işdə bir xeyir var. Şah bu sözə əsəbləşir. Sallar vəziri zindana. Üstündən bir vaxt keçir. Bunlar yenə də ova gedirlər. Vəzir isə hələ zindandadır. Və bunların qarşısına quldurlar çıxır. Sən demə bunlar adam yeyənlərdir. Bütün dəstəni yeyirlər. Amma şaxa dəymirlər. Şahın barmağı olmadığı üçün bir qüsuru var. Sən demə bunlar qüsurlu olanı yemirlər. Bıraxırlar bunu. Şah gəlir öz sarayına. Deyir ki, vəziri təcil çağırın yanıma. Vəziri zindandan çıxarıb gətirirlər şahın yanına. Şah deyir ki, biraz üzüldüm. Sənin sözündə həqiqət var imiş. Mənim bir barmağım yerində olsaydı, məni də yerdilər. Vəzir gülür, deyir ki, görürsən şah, hər işdə bir xeyir var. Şah yenə də əsəbləşir, deyir, sən yenə başladın. Deyir, şah sağ olsun.
Əgər mən o dəstədə olsaydım, həmən adam yənlər mənə də yerdilər. Amma məni zindana saldın, mən sağ qaldım. İndi sən məni dinən görüm. Hər işdə xeyir var, yoxsa yox? Zor söhbətdir ya, tərəkəmə. Əşi, götü başı 3 günlük yiyic keyf elə. Bəs özündən sonra nəsə qoyub getməməlisən. Əşi, boş şeylər damısı. Öləndən sonra hamını zibilə salırsan. Bunun qəbiristanda yeri var, bastırmağı var, 3'ü var, 7'si var, 40'ı var, ili var. Cuma axşamları var. Vüqar, səncə həyat bu qədər mənasızdır? Gəl belə eləyək. Mənanı tapanda mən də deyərsən. Yaxşı qaqaş. İcazə verin bir dənə də söhbət edirsin. Hə, gəlsin. Atam ölürdü anam üçün. Kasıb idilər, rayonda yaşayırdılar o vaxt. Mən də balacaydım, amma yadımdadır. Hər yaşadığı günləri üçün o qədər bir-birlərindən razı idilər ki, ta günlərinin sonuna qədər. Mən çox ailələrdə çayın üstündə dava görmüşəm. Amma mənkilər isə əksinə. Atam çox vaxt qoymurdu, anam ona çay süssün. Vüqar, yadında saxla, sevənlərin biri özlərinə çox öhdəlik götürürsən, o birisi ondan da çox götürmək istəyir. Bunların arasında yarışma gedəcək. Bu çox maraqlı bir mexanizmdir. Bir də əksinə, kim özlərinə az şey götürürsə, o birisi ondan da az götürəcək. Eləcə də çatan onlara düşəndə. Yadıma gəlir ki, atam səhər-səhər üzünü qırxanda mahnı oxuyardı. Anam da deyirdi ki, kişi bəsdir, mahnı oxudun. Çaşarsan, üzvü kəsərsən. Atam da deyirdi ki, bir gün gələcək. Deyəcəksən ki, kaş ki, xanlar yenə oxuyaydı. Azad, mən demirəm ki. Deyən hələ qutarmamışam. Atam hər gün Allaha dua eləyirdi ki, şükür olsun ki, bu cür xanım ona qismət olub. Sonra anam rəhmətə getdi. Allah rəhmət eləsin. Allah rəhmət eləsin. Allah rəhmət eləsin. Allah sizin də ölənlərinizə rəhmət eləsin. Amma kişi yenə də Allaha təşəkkürünü bildirirdi ki, niyə? Ona görə ki, ayrılığın acısını ona yox, atama yaşatdı. Səhv eləmirəmsə, atan da rəhmətə gedib. Allah rəhmət Allah eləsin. rəhmət eləsin. Sağ ol. Mənə bir şey çatmadı ya. Sən türməyə niyə düşdün? Müdürü döydüyümə görə. Adam döyməyə görə 5 il. Ya şikəst elədim ona görə. Niyə? Gəlin daha vacib şeylər danışaq da, ha? Olar? Mişa, sən Allah çörək yeyir, mıxı çəkdi onunla. Nə ilişmisən ona? Adamı tanımaq istəyirəm də. Sən burada adam tanıyan çıxmısan? Biz tərəkəməni tanıyanda sənin əllərin götüvə çatmırdı. Başa düşdün ha? Düşdüm. Mən də gedim onu oyadım. Get. Onu durğuz buranı yığışdırsın, tez elə. Qalx görüm. Tez ol be. Maşallah nə qəşəng qızdır. Hansı vızındır? Nədir, xoşuma gəldi? Hansı vızın qızıdır? Qoca sənindir.
Yox, suala cavab vermədin. Vüqar yoxsa sənindir? Bayaq biz dedik axı, ailə bizlik deyil. Nə deyirsən? Gözün tutdu, xoşun gəldi. Mən başa düşə bilmirəm, hansımızın uşağıdır? Sən ya bizi dolamısan, ya da özünü. Qızın neçə yaşı var? Sənə nə qədər lazımdır? Sənə kim icazə verib danışmağa? İtil gözümün qabağından. Əl vurma işləyə, rədd ol buradan. Neysə, harda qalmışdıq? Azad suala cavab vermədi. Hər şey əl çəkdi ondan. Görmürsən özündə deyil. Güya haçan Azad özündə olub ki. Vüqar, bilsən nə yadıma düşdü? Bir gün komandirlə səni axtarırdıq. Tapa bilmədik. Sən demə tankın altında yatıb qalmışdın. Həmən gülə sən məni zibilə saldın. Mən niyə? Necə o niyə? Sən qoydun da məni bagaja. Millət tankist tapıldı, hay vurdun bütün çasta. O gündən hamısı mənə tankist idi. Maladoylar da elə bilirdilər doğrudan tankistəm. O vaxtlar da cəmaat şeyvə sarmışdı. Vəssalam da, Azadı deyəsən itirdik. Yox, deyəsən çox içdim. Ya da şokdasan. Seysə danışma, hə. Azad bizim uşaqdır. Eşitdin məni? Hə, tərəkəmə. Sizdə ayaq yolu var. Ya qaqaş, biz qonşuya gedirik. Yaxşı. İndi gəlirəm. Ağlını başına yığ qızım. Mənə qulaq as. Mən dediklərimi elə. Sən bilmədiyin şeylər var. Yaxşı. İndi sən de, mən bilim.
Mənə elə gəlir ki, sən bilsən də heç nəyi dəyişməyəcək. Güya o bilsə, nəsə dəyişəcək ki? Bilmirəm. Amma nə isə dəyişə bilər. Yazıq qızım. Heç xasiyyətdə mənə oxşamadın sən. Rəhmətli Sürəyə də belə idi. Həmişə xəyallarda yaşayardı. Amma belə olmaz qızım. Olmaz belə. Ata, mən qorxuram. Bilirəm qızım. Çox qorxuram. Bilirəm. Amma sən qorxma, mən sənin yanındayım. Sən həmişə mənə qulaq asmısan. Bircə bu avaraya ərə gedəndə qulaq asmadın. Dedim getmə. Amma qulaq asmadın. Niyə ki? Günahı sənə hədiyyə elədik. Yox. Günahı sən mənə hədiyyə eləmisən. Necə ki, vaxtında anan səni mənə hədiyyə elədi, getdi. Sürəyə bizi çox tez tərk elədi. Ondan mənə qalan tək sənsən. Sən mənim gözümün işığısan, qızım. Amma Azad o işığı söndürmək istəyir. Niyə sən bunu başa düşmək istəmirsən axı? Onu sevirəm. Uşağını fikirləş. Mən ailəmi fikirləşirəm. Ona görə də onu 5 il gözlədim. Boşansam nə dəyişəcək? Hı? Sən mənim dediyimə qulaq as. Boşansan hər şey düzələcək. Bax, sənə iş taparam. Biz bir yerdə bir şey fikirləşərik. Əsas problem başqadır. Nə problemi? Mən bilmədiyim nədir? Götür de bu zibili.
Komandirdir. Nədir? Əlboy vaxtıdır. Eve bir iki şey almalıyım. Sabah, səhər harda olmalıyım? Sabah səhər saat 8-də Olqoşa saatın yanında. Orada Aynar market var. Mənə zəng eləyərsən, başa salaram hardadır servis. Yaxşı? Məzələm mən də. Gedirsən doğrudan. Dünyanın axırı deyil ki, mən nenim siz avarasız. Avara özünsən ala. Yaxşısı mən gedim. Necə deyərlər? Komandir çağırır. Get. Get. Çox xoş oldu sizi görmək uşaqlar. Narazı qalmadın ki. Yox. Səni tanımağıma şadam. Elə biz də. Mən də tələ kömə. Biz nə bilək ki, boğqa çıxartmayacaq. Başa düşmədim nəsə. Sən mənə inanmırsan? Mən sənə inanıram, buna inanmıram. Azad elə oğlandır. O bizi ilə həmişə həmfikir olub. Əşki, boş şeydir. Baxarsan, bu söhbətin poxu çıxacaq. Mən sənə deyirəm. Ay kişi, onu mən bura dəvət eləmişəm. Mən də deyirəm, hər şey yaxşı olacaq. Vəssalam. Dedim də mənlikdir. Mənə deyin görüm. O qız sizin neyinizdə? Yaman xoşuma gəlib ha deyəsən. Nəyvə lazımdır? Yetim biridir. Sən keç əsas məsələyə. Necə oldu ki burada qalır? Tərəkəmə, boş-boş suallar vermə. Xoşuma gəlirsə şərait yaradaq. Qulaq asın, mən qızı götürüb gedirəm. Niyə gedirsən ki? Keç otağa, şunda ol. Yox, bu qədər də olmaz. Özünüzü gicliyə vurmayın. Mən qızı götürüb gedirəm. Vəssalam. Söz verirəm, zibili çıxmayacaq. İcazə verin qızı götürüm gedim.
Ora qədər yaxşı gəlmişdin. Qoca, Ağa, təvəkkəmə. Mən sənə inandım. Bura çağırdım. Sən nə edirsən? Müqar, qoca, gəlin məsələni uzatmayaq. Biz uzatmırıq. Bu yetimçə sənə qalır? Nə tez yadınızdan çıxdı ki, mən də yetim böyümüşəm. Gəlin uzatmayaq da. Mən razı. Mən də, Azad, çıx get, yoxsa pis olacaq. Eləməyin də belə. Mən elə bilirdim, biz bir-birimizi yaxşı tanıyırıq. Heç birimizə baş ağrı lazım deyil. Başımız ağrıyır. Ala, səni yaxın bildim, evimizə buraxdım. Sirrimizi açdım. Sən nə edirsən? Hardasan? Mən gec gələcəm. Hardasan dedim sənə. Mişa, bayaq soruşurdun ki, o adamı niyə döymüşəm? Çünki o da sizin kimi bir qeyrət idi. Yox, boğraşı buraxa bilmərik. Mən demirəm, buraxaq bunu. Sən də tanımadığın adamı salmışsan elə. Mişa, onsuz da səbiyik. Bəlkə ağzını bağlayaq. Yox, get gətir maşını bura. O uğraşı aparaq ambarı tolayaq. Azad. Sən qarışma balaca. Səni bir tər eləyəcəklər. Eşidirsən məni? Ver onu mənə.
Qancığın biri qancıq. Qələt eləyir. Mən nə deyirəm onu elə. Gedə. Mən sənsiz getmərəm. Gəl gedək. Qaç, polis çağır. Mən sənsiz getmərəm. Yox. Kim görsən? Polis çağırsın. Qaç buradan. Kaç! Kaç dedim! Götürdüler. Götür de niye götürmürsen? Neredesin?
insanlar, vefasız birini seven insanlar. Bu hayat qəribədir, hər şey olub tərsinə. İnanmaq lazım deyil, yaxın olub birisinə. Gözləmədiyin insanlardan görəndə xəyanət. Bu dünyaya nifrət olur, havası da üfunət. Hayat qəribə, sirləri var. Dərdlər məni qucaqlayır, əlləri var. Getdikcə tükənir bu yollar. Xoşbəxt bitmədin, ağıldasanlar. Ümidim tükənib, sabaha gün doğarmı? Göz yaşı bir insanı öz suyunda boğarmış. Səbr edib bu dünyanın acizinə, güclüsünə bir təhər çatmışdım, elə mən də bugünə. Yoruldum, ey getdim, yoruldum, neyniyim? Hələ də bir qəlb var içdə, o da ki göynüyür. Uçurumun kənarında bir ev var, yaşayıram. Elə bir evdir ki mən onu içimdə daşıyıram. Hayat qəribə,